Salam, hər vaxtınız xeyir, dəyərli həmkarlar. Mən Nizam müəllim. Bu gün sizlərlə faiz mövzusundan məhlul, nəmlik və inflyasiya məsələlərinin həm izahını, həm də nümunə suallara baxacağıq. Hansı ki, hal-hazırda qruplarda bu mövzular tədris olunur və mövzunun müəyyən çətinlikləri dərsdə müşahidə olunur. Ona görə istədim sizlərlə həmin hissələrə bir daha toxunum. Ümid edirəm sizlər üçün də öyrədici və faydalı bir video olar. Deməli, məhlul məsələlərindən birinci bir giriş eləyək. Məhlul nədir? Məhlul hər hansı bir maddə ilə mayenin qarışımına deyilir. Məsələn, su şəkər, su duz, su sirkə, su limon və s. Təbii ki, məhlul haqqında dərslərdə də bilirsiniz bu gedişləri. Qısa bir xatırlatma, ondan sonra suallar üzərindən danışacağım. Məhlulda faiz hər zaman məhlulda olan maddənin kütlə payıdır. Yəni tutaq ki 40%li duz məhlulu deyəndə o məhlulun tərkibində 40% duz var və qalan 60% sudur. Məhlulun özü isə 100%, yəni maddə və mayenin cəmindən ibarətdir. Nəticədə biz əgər hər hansı bir məhlula müəyyən bir maddəni əlavə ediriksə, məsələn duz məhluludur, ora biz duz əlavə ediriksə, nəticədə məhlulda həm maddənin miqdarı artır, çünki duz əlavə eləmişik. Həm də orada kütlə payı artır, duzun kütlə payı, yəni faiz də artır. Mayenin isə miqdarı dəyişmir, Amma orada olan mayenin kütlə payı azalır, çünki qatılaşma baş verir. Əksinə, maddəni xaric edərsək məhluldan, maddənin özü də azalır, oradakı kütlə payı, yəni faiz də azalır, suyun isə kütlə payı artır. Məhlula hər hansı bir maddə və ya maye əlavə etdikdə məhlulun miqdarı artır. Bu dediklərimiz mayeyə də aiddir. Belə ki, mayeni əgər buxarlandırırıqsa, maddənin miqdarı dəyişmir, amma maddənin kütlə payı artır. Maye əlavə ediriksə, o zaman maddənin miqdarı dəyişmir, maddənin kütlə payı isə orada azalır, çünki maye əlavə edəndə durulaşma baş verir və s. Məsələn, duz məhlulundan danışaq. Bir məhlulun faizini K ilə ifadə edərsək, K bərabərdir məhluldakı maddəni məhlulun ümumi kütləsinə bölüb 100-ə vururuq. İndi bunlar üzərindən suallarla da ətraflı tanış olacaq. Məsələn, bizə x1 litr y1 faiz və x2 litr y2 faizli bir məhlul verir və bunu bizdən qarışdırmağımızı istəyir. Nəticədə K bərabərdir x1 y1 x2 y2 bölünsün x1 plus x2 düsturundan istifadə edirik. Və bu hesabı aparırıq. Əgər burada kütlələr bərabər olarsa, x1 və x2 bir-birinə bərabər olarsa, o zaman yekun məhlulda olan faizi tapmaq üçün elə hər iki məhlulun, belə deyək, faizlərini toplayıb 2-yə bölürük. Həmən bu düsturdan çıxır. Məsələn, 4 litr 30 faizli və 4 litr 60 faizli iki məhlulu qarışdırırıqsa, 30 ilə 60-ı toplayıb 2-yə bölməklə cavabı tapa bilərik. Ümumiyyətlə, belə bir şey yadımızda saxlayaq ki, biz məhluldan nə qədər hissə götürürüksə, məsələn, verilən bir məhlulun hansı hissəsini götürürüksə, götürdüyümüz hissə də həmən faizlidir. Məsələn, 30 litr 40 faizli məhlulun 10 litrini götürürüksə, bu 10 litr də 40 faizlidir. Qalan 20 litr də 40 faizlidir. Yəni, götürülən hissə də həmən faizdir, qalan hissə də həmən faizdir. Məsələn, belə düşünək də, bu bir banka duzlu su varsa, onun bir stəkanında da duzluğu eynidir, qalan bankadakı məhlulun da duzluğu eynidir. İndi bu tiplərə də aid suallar işləyəcək. Həmçinin də biz bayaqları dedik ki, məhlula maye əlavə etdikdə, yəni tutaq ki, su əlavə etdikdə, oradakı duzun kütlə payı azalır. Deməli, bunlar bir-birləri necə asılıdır? Tərs mütənasib. Məsələn, iki məhlul verir, daha doğrusu bir məhlul verir. Məsələn, deyək ki, x1 litr y1 faizli məhluldan deyir, nə qədər su buxarlandırsaq, 30 faizli məhlul alınar. Məsələn, deyirəm. O zaman düsturumuz x1 y1 bərabərdir x2 y2 formasında olur. Yəni, suyun buxarlanması ilə məhlulun kütlə payı artır deyə bunlar bir-biri ilə tərs mütənasibdir. İndi gəlin bu dediklərimiz üzərindən, məsələn, suallara baxaq. Bir neçə nümunə sual izah edəcəm. Deyir ki, 50 qram 30 faizli duz məhlulunun üzərinə, baxın, tutaq ki, 50 qram 30 faizli məhlulumuz var. Bu o deməkdir ki, 50-nin 30 faizi
15. Deməli burada 15 qram duz var, 35 qram su var. İndi deyir bunun üzərinə 15 qram duz, hansı ki 15 duzun üzərinə və müəyyən x qədər də su əlavə edirik. Baxın, məhlulumuz nə qədər idi? 50. 15 duz əlavə etdim, x da su əlavə etdim. Mənim yekun məhlulum gəlib 65 plus x oldu. 50 var idi, 15 1, x da 1 əlavə etdim. Burada deyir 40% məhlul alındı. Düsturumuz necə idi? Maddəni 15 plus 15, duz nə qədərdir? 30. Bölürük məhlula, vururuq 100-ə, deyir bizdə alındı 40%-dir. İndi bu misalı həll edək. Deməli buradan 40 ilə 100-ü ixtisar etsəm, 5 burada, 2 burada. 130 plus 2x bərabərdir 150, 2x bərabərdir 20, x bərabərdir 10. Deməli burada 10 qram su əlavə edildi. Ümid edirəm sual aydındır. İndi növbəti bir sual. Baxın, bu qəbul sualıdır. Səhv etmirəmsə 2024-ün qəbulunda olan bir sualdır. Deyir ki, birinci qabdakı suyun duza nisbəti 1-in 2-yə. Burada bir düzəliş edim. Çünki qəbulun özü ilə rastlaşanda tam originalı olsun. Duzun suyadır. Belə fərqi yoxdur. Bu formada da işləyə bilərik. Amma qəbulun özü olsun ki, nə vaxtsa qəbulda işləyəndə görəsiniz. Duzun suya nisbəti 1-in 2-yə. Deməli, burada bizdə nə var? Birinci məhlulda, bax, fikir verin, duz var və su var. Duz x-dırsa, su 2x-dir. İkinci məhlulda duzun suya nisbəti bu 3y olsun, bu 4y olsun. Deyir ki, bu məhlulları hansı nisbətdə qarışdırmaq lazımdır ki, baxın, məhlulları qarışdırırıq. Duzun suya nisbəti 2/3 kimi olsun. İndi bir şeyə fikir verin. Biz bayaqları dedik ki, hər hansı bir məhluldan nə qədər hissə götürsək də, həmən nisbətdə, yəni verilən məhlulda duzun suya nisbəti nədirsə, götürdüyümüz hissədə də duzun suya nisbəti eynidir. İndiki halda bu məhlulların nisbəti, baxın, məhlulların, duzun suya yox. Deyir, bu məhlulları hansı nisbətdə qarışdırmaq lazımdır? Baxın, məhlulları. İndiki halda bu məhlulların nisbəti nədir? Məhlul deyəndə duz və suyun cəmi götürülür. 3x-in 7y-ədir. 3x-in 7y-ədir. İndiki halda. Mənə deyir ki, bu məhlulları hansı nisbətdə qarışdıraq ki, bax, iki məhluldur. Birinci məhlul, ikinci məhlul. Ümid edirəm fikirlər tam aydın olur. Baxın, birinci məhlulla ikinci məhlulu götürüb hər hansı bir qaba, yəni üçüncü qaba boşaltdıqda duzlar toplanır, x plus 3y. Duzun suya deyir də, sular da toplandı. Birincidə 2x-dir, ikincidə 4y-dir. Deyir, bu nisbət olsun 2-nin 3-ə. Sual verərsiniz ki, bəs niyə hər iki məhlulun hamısını götürdünüz? Çünki mən bayaq dedim ki, hansı nisbətdə götürsək də duzun suya nisbəti dəyişmir. Çarpaz vursan 4x plus 8y bərabərdir 3x plus 9y. Buradan x bərabərdir y. X bərabərdir y şərtini biz burada gətirib yerinə yazanda 3x bölü 7x bərabərdir 7, 3. Yəni 3 bölü 7 nisbətində. Həmişə belə olar, 3 bölü 7, xeyr. Məsələn, x bərabərdir 2y olsaydı, bunu gətirib qoyardım yerinə. Baxın, belə bir sual idi. Ümid edirəm, bu sual da sizin üçün aydındır. Burada məsələ nədir? Yəni, biz verilən məhlulun hansı hissəsini götürsək, məsələn, normalda tutaq ki, qabda nisbət, duzun suya nisbəti 1-in 2-yədirsə, biz oradan 1 qaşıq da götürsək, 1 stəkan da götürsək, 1 ton da götürsək, yenə də duzun suya nisbəti 1-in 2-yə olacaq. Növbəti bir sualımız var. Bax, belə bir sualdan da tez-tez soruşurlar. Deyir, 20%li duz məhlulunun 20%-ni götürüb. Elə yuxarıda dediyimiz fikirdir. Baxın, tutaq ki, bizim əlimizdə 100 litr məhlul var. 20%li. 100 litr 20%. Biz bu məhlulun, burada bir dənə fikir verin, məhlul məsələlərində sudan mı götürür, duzdan mı götürür, yoxsa məhlulun özünü mü götürür? Yəni, duz məhlulundan söhbət edir. Bu məhlulun, yəni 100-ün 20%-ni götürdük. 100 litrin 20%, 20 litrin götürdüm. Nə qədər qaldı? 80 litr. Yenə neçə faizlidir? 20%li. Bax, 80 litr də 20%lidir. Götürdüyüm bu 20 litr var ha.
Bunun özü də yenə 20%-lidir. Bu detala fikir verək. 80 litr 20%-li. Yerinə həmin miqdar duz əlavə edirik. Baxın, 80 litr 20%-li məhlul o deməkdir ki, 16 litr duzdur, 64 litri sudur. 80-in 20%. Deyir, bunun götürülənin yerinə həmən miqdar duz əlavə elədim. Bax, bunun üzərinə 20 litr duz əlavə etdim. Duz oldu 36, su oldu 64. Toplam nə qədərdir? 100. 100-ün içində duzun kütlə payı indi neçə oldu? 36. Yəni 100-də 36-sı duzdur. İndi elə bilirəm ki, məhlullar bu qədər bəs edər. Yenə deyirəm, məhlul dərsinə gələk onda böyük bir vaxt ayıraq. Mən qısaca bir gedişləri sizlərlə bölüşdüm. İndi bir də bu nəmlik məsələlərini tez-tez soruşurlar. Baxın, burada prinsip nədir? Ot biçimi düşünək. Yeni biçilmiş ot var. Yeni biçilmiş otu, bu yeni biçilmiş otdur. Bu tamamilə qurudulduqda 85%-ni itirir, cəmi 15%-i qalır. Bir də var quru ot. Bu olur tam quru ot. Bir də var, belə deyək də, quru ot. Bunu belə bir misal çəkim də, məsələn, düşünün ki, bir otu biçmişik, yonca bitkisidir. Bu yeni biçilib, bu gün biçilib. Onu 3-4 gün saxlayanda olur quru ot. Belə deyək də, solur, bir hissəsi quruyur. Bəs tam quru ot nədir? O otu qışa qədər ki saxlayırıq heyvana yem bitkisi, o tamamilə quruyur. Belə bir misal çəkdim ki, aydın olsun. Yəni, yeni biçilmiş otu qışa qədər tamamilə qurutsaq, 15% qalır. O 3-4 gün sonraki quru ot var ha. Onu da qışa qədər qurudanda həmən otunda nəmliyi 10% daxı. 10%-ni itirir, 90%-i qalır tam quru ot. Baxın, nəticədə bunların hər ikisi tam quruduqda bərabər olur deyə, deməli onda belə çıxır ki, yeni otun 15%-i elə quru otun 90%-nə bərabərdir. Çünki biri quruduqda 85-ini itirir, biri quruduqda 10%-ni itirir tam quru ot. Bunlar getdi. Elə də x, y demirəm, öz belə adlarını yazdım. Bu da getdi. 1 burada, 6 burada. Yeni bərabərdir 6 dənə quru ota. 6 ilə də bu, bəli. O zaman bizə deyir ki, 50 ton yeni biçilmiş ot. 50-ni qoyduğu yerinə bərabərdir 6 vurulsun quru. Quru otun deməli kütləsi elədir 50 böl 6. Yəni 2-yə böləndə 25 böl 3 ton. Yəni bizim prinsipimiz, bax, bu sualların bir dənə əsas gözəl yeri, yeni otun, əgər məsələn bu sualdan gedir də, yeninin 15%-i qurunun verilən faizinə, hər ikisinin qalan hissələri bərabərdir. Qurunun 90%-nə bərabərdir. İndi burada ya yenini verib qurunu soruşacaq və yaxud qurunu verib yenini soruşacaq və yaxud tam qurunu soruşmaz, çünki bəllidir artıq. Bax, bu formada bir sual tipləridir. Bu formulla çox rahat şəkildə həll edə bilərik. Bir də mən ümumi olaraq biraz da inflyasiya haqqından bir qısaca məlumat vermək istəyirəm. Deməli, inflyasiya nədir? İnflyasiya bir məhsulun qiymətinin dəyişməsidir ki, inflyasiya nəticəsində qiymət dəyişir. Qiymət dəyişməsi nəticəsində də bir insanın alıcılıq qabiliyyəti dəyişir. Məsələn, ölkədə inflyasiya artırsa, insanın alıcılıq qabiliyyəti azalır verilən pulla. Bunun üçün də ən yaxşı, belə deyək də, o 110-10 qaydası deyirəm mən dərsdə. Baxın, belə bir qayda deyim sizə. Deməli, belə düşünək də. Məsələn, bir adam 100 manat maaş alırsa, normalda kilosu 10 kiloqram olan, daha doğrusu kilosu 10 manat olan bir məhsuldan 10 kiloqram ala bilir. 110-10 dediyim, mən belə bir fikir deyirəm. Baxın, tutaq ki, deyir ki, ölkədə illik inflyasiya 20%-dir. Bu o deməkdir ki, yəni məhsulun qiyməti artıq 20% artacaq. Yəni 10 manata olan bir məhsul 20% artıb olacaq 12 manat. Və sonra məsələn deyir ki, il ərzində, bu ölkədə il ərzində maaşlar 8% artarsa,
8% artarsa. Yəni bu nə deməkdir? 100 manat maaş alan bir adam maaşı 8% artanda artıq 108 manat alır. Yəni bu birincini həmişə etalon olaraq yazın. Artarsa il sonunda əhalinin alıcılıq qabiliyyəti necə dəyişər? Alıcılıq qabiliyyəti necə dəyişər? Baxırıq, burada deməli 3-cü olan məhsul X-dir. Bizdən də burada alıcılıq qabiliyyətini soruşur adətən. Deməli götürüb 108-i 12-yə böləndə X eləyir 9. Bu nə deməkdir? Bayaq 10 kiloqram alan bir adam il sonunda bu inflyasiya və maaş artımı qarşısında 9 kiloqram ala bildi. Yəni 10 100% idisə, təbii ki, şifahi də deyə bilərdik. 9x-dir. Bu adamın artıq alıcılıq qabiliyyəti 90%-dir. Deməli 10% azalıb alıcılıq qabiliyyəti. Doğru cavab 10% azalıb. Bu formada gedə bilər. Bir də inflyasiyanın bəzi kitablarda rastlaşa bilərsiniz. Klassik bir düsturu da var. İnflyasiya bərabərdir 100 üstəgəl maaş artımı, aşağıda 100 üstəgəl inflyasiya artımı, yəni inflyasiya yazaq elə, çıxılsın 1, vurulsun 100. Belə bir düstur da var. Məsələn, bu sualı, mən düsturu təbii ki, bəyənmirəm. Klassik yolla getmək daha rahatdır. Məsələn, 100 üstəgəl maaş artımı elədi 108. 100 üstəgəl inflyasiya 120, minus 1 vurulsun 100. Bu da elədi 120-də mənfi 12, ortaq məxrəc, vurulsun 100. Fikir verirsinizsə, bu elədi mənfi 10. Mənfi 10 o deməkdir ki, bunu faizlə ifadə etsəm, mənfi 10% o deməkdir ki, bu əhalinin alıcılıq qabiliyyəti 10% azalıb. Yəni, düsturdan da istifadə edə bilərik təbii ki, düstursuz da gediş edə bilərik. Məsələn, növbəti bir dənə də sual vermək istəyirəm, belə birlikdə işləyək. Məsələn, belə bir sual deyirəm, deyək ki, illik inflyasiyanın 70% olduğu ölkədə maaşlar birinci yarım ildə 40% artdı. İl sonunda əhalinin alıcılıq qabiliyyətinin 10% artması üçün maaşlar ikinci yarım ildə, yəni son 6 ayda, ikinci yarım ildə neçə faiz artmalıdır? Neçə faiz artmalıdır? Biraz sürətli yazdım, xəttim səliqəsiz oldu. Deməli, yenə 110-10 qaydasına görə 100 manat maaş alıram. Kilosu 10 manatdan 10 kiloqram məhsul ala bilirəm. Deməli, birinci yarım ildə illik inflyasiya bu arada 70%-dir. Yəni, o deməkdir ki, ilin sonunda bu məhsulun qiyməti 17 manat olacaq. 17 hardan gəldi? Onun 70% artığı. Birinci yarım ildə bizim maaşlar 40% artdı. Oldu 140 manat. İlin sonunda, yəni ikinci yarım ildə, burada 40% artım var. İlin sonundakı artım, yəni ikinci yarım ildəki artım nə qədər olmalıdır ki, mən il sonunda bu məhsuldan, kilosu 17 manat olan məhsuldan 11 kiloqram alım. 11 hardan gəldi? Alıcılıq qabiliyyətimin 10% artması. Yəni 10 kiloqram aldığım məhsuldan 11 kiloqram alıram. Baxın, bu qiymət dəyişməsi inflyasiyadır. Məhsulun çox və ya az alınması isə alıcılıq qabiliyyəti dediyimiz anlayışdır. İndi 17 manatdan 11 kiloqram əgər ala bilirəmsə, deməli mənim 187 manat maaşım var. Qədər olaraq nə qədər artıb? 47 manat. Faiz olaraq düşünməyin, manat olaraq bizim verdiyimiz qiymətə görə. Deməli, birinci yarım ilin sonunda mənim 100% maaşım var, yəni 140 manat. Bəs 47 manat 140-ın hansı hissəsidir? Yəni 140-ın nə qədər artırsaq 187 eləyər? Bu da elədi, deməli 470 bölünsün. Daha doğrusu 4700, 235 böl 7%. Belə. Yəni çalışdım bir qısa 20 dəqiqəlik təxminən bir videoda hərəsi haqqında bir neçə
izah verim. Təbii ki, faiz bildiyiniz kimi böyük bir mövzudur və bunu bir dərsə yerləşdirmək mümkün deyil. Ümid edirəm öyrədici, faydalı bir izah oldu. Təbii ki, dərsləri geniş şəkildə belə deyək, işləmək istəyiriksə, qoşula bilərsiniz dərslərimizə. Oktyabr qruplarına da qeydiyyat gedir. Qoşula bilərsiniz, yararlana bilərsiniz. Belə öyrədici videolar silsilə şəklində davam edəcək. Rəy bölməsində fikirlərinizi yazıb münasibət bildirsəz sevinərəm. Sağ olun, növbəti izahlarda görüşərik.